Uşaqlar oturmuşam marketin qabağında. Şeydi sigaret da ki balığımı aldığı məsələsi oldu. Bir də nə deyirlər buna? Dəniz üzümü bana aldım. Pomidor aldım. Yumurta aldım. Çörək. Oturmuşam Vietnamda. Yanımda olub balıq, krevetka, nə istəyirsiniz ağlınıza nə gəlir var da burada özünüz. Nə ağlınıza gəlir satırlar, inanın mənə. Bu çox qəşəngdir. Mən onu bir dənə sizə göstərdim. How much? Çoxdur, çox. Bunu söyləyəm. 1 kilo. 1 kilo. 80. Ha. 1 kilo. My guy. Bir dakika bakın uşaqlar 380 hardasa sizə deyim də bu nə qədərdir. 12 dollara kilosudur. Yəni aşağını çəkirəm, üzrü sayın. 12 dollara kilosudur. Əla bir şeydir, valla ucuzdur, su qiymətinədir, həqiqətən. Bir dənəsi yarım kilo gəldi hardasa bu gün. Oturmuşam burada. Baxıram balıqlara, ətrafa, uşaqlar. Ondan ürəyi açılır da su qiymətinə. Al yerdə də gözün doysun. Belə yerdə deyirlər, ay yetim gözün doysun. Bazar uzanır, gelir hara qədər. Heç bir şey uşaqlar, qəşəng videolar sizin üçün çəkəcəm. Alacağım ondan, alıp bir dəfə özüm pişirəcəm. Hər dəfə gedirəm, başqa yerdə yiyirəm, amma bir dəfə alıp özüm pişirəcəm. Evlərə baxın, əladır da, valla qəşəng. Bu da bunların Vietnamlı qız. Bu da bunların Vietnamlı qızı. Yazık şeyde işte parkot çıktı. Neyse valla videomu burada çekelim kəsirəm. Yani ise karşı tarafı göstərelim. Dirək. Karşı tarafı bakışa var. Balıqlar dolu. Bunların şeyde şilyapasını görürsün. Şilyapa deyirlər. Bu da bunların kasları. Marketin qabağı bu. İşləyirlər. İşləyirlər qardaş, işləyirlər, işləsinlər. Abi yazıq özünü şeydə öldürdü ya özünü. Şeydə motosikletləri sağa sola.